Günaydın dostlarım. Mən fikirləşdim ki, işdən vaxt tapıb heç bir aktivite eləməyə və sizə video atmağa, yəni vaxt tapa bilmirəmsə, mən də işdən video ataram. Bugün 3 tədbirim var. Meksika, Serbiya səfirliklərində, bir də İlberol Taylı ilə görüş var. Meksikadakına getməyəcəm, digər dostlarım gedəcək. Ama indi İlberol Taylı ilə olan görüşə gedirik və bura sizlə aparım. Teşekkür ederiz. Siz nasılsınız? Sağ Hoş geldiniz olun, Azerbaycan'a. Hoş bulduk. Hoş. Ben de birkaç kere geliyorum artık epey yani. Her sene gelmek lazım. Evet, hoş geldiniz. Çok fazla. Çünkü bizim renkleri ülkeyiz. Bunlar çok iyi. Kanalıma nəsə demək istəyirsən? İzlemede kalın. Ben de İngilizliyim. Baxın, Toffa Samat. Dadadadam. Dam. Etmiyor arkadaşlar. Ay Galata. Bakarsan Türkiye vloguma. İşte ben buna bakacağım. Bunun sayesinde de Türkiye'ye Allah'ım nasip etsin. İnşallah. Galata'ya çıkacağım. İnşallah. Ama çıkmak isterdim. İnşallah. Belə biz tədbirimizi bitirdik, gedirik indi işə. Sana olsun da DJ oradan. Kafa yol kessin videosu. Alqış, alqış, alqış. Dostlarım, çekmeyi unutmuşam. Sizi bura qoyuram. Bura qoyuram. Deməli, çəkməyi unutmuşam. Çünki başım işə qarışmışdı. Oruc idim. Buradakı xala var. O bizim üçün ləvəngi pişirib gətirmişdi. Buradan təşəkkürlərimi bildirəm. Çünki çox dadlı idi. Orucumu açdım. Serbiya səfirliyin tədbirinə getməliyim. Çünki dünyanın o başındaydı. Yəni hava limanından belə o tərəfdəydi. Ona görə gedə bilmədim. Boyun var bu dəqiqə 1 metrdən də aşağıda yəni. Dostlar, salam. Ümid edirəm ki, hamınız yaxşısınız. Birdən-birə video kəsildi və başqa bir video ilə qarşınıza çıxdım. Bunun səbəbi isə əslində mən bir həftəyə yaxın video çəkmişdim və onların hamısını paylaşacaqdım sizlə. Sadəcə növbəti günlərdə çəkdiyim videolarda daha çox depressiyada olduğum vaxtlar idi deyə özüm öz gözümə heç xoş gəlmədim. Okey, mən əslində normalda yəni kompleksiz bir insanam və özümü olduğum kimi qəbul edirəm. Çünki bu həyatda hər kəs top model olmaq və yaxud da dünya gözəl olmaq məcburiyyətində deyil. Amma həmin an ki videolarımı paylaşsam, sonradan dönüb baxdıqda yenə həmin günləri xatırlayacağam və belə olanda təəssüf ki, türklər demiş, depressiyada daha çox tetiklənir və yenidən həmin anlara qayıtma ehtimalı yaranır. Plus da ki, həmin an özümü pis hiss edirdim. Məsələn, indi daha yaxşı hiss edirəm. İndi yenə baxsam və özümü bəyənməyəcəyimə görə niyə bunu paylaşdım deyə düşünüm, yenidən pis hiss eləyəcəm. Mən də bunun əvəzinə paylaşmamağı seçdim. Amma yaxşı, bəs bu 3 dəqiqəlik, 4 dəqiqəlik videonu niyə paylaşırsan deyə soruşsaz, bundan sonra daha çox aktiv olmaq istəyirəm və
Bu videonu sadəcə paylaşmaq üçün paylaşıram ki, yəni bundan sonra artıq aktiv olacağam. 1 dəqiqəlik də olsa, 10 dəqiqəlik də olsa video atacağam bura. Çünki bu mənim ən sevdiyim hobbilərimdən biridir və hobbimi yarımçıq qoymaq istəmirəm. Mən özümü mükəmməlləşdirmək də istəmirəm. Ay 20 dəqiqəlik video olsun, ay 15 dəqiqəlik video olsun, ay super olsun, montaj elə olsun, belə olsun. Yox. Artıq mükəmməliyyəti yox, davamlılığı seçirəm. Buna görə də 3 dəqiqəlik də olsa paylaşıram. Çıtır çərəz kimi izləyin dostlar. Çay fasiləsinə çıxanda və yaxud da nahar fasiləsinə çıxanda 3-4 dəqiqəlik videodur, izləyin. Ümid eləyirəm ki, əylənirsiniz. Növbəti günlərdə görüşənədək məni izləməyə davam edin. Hamınızı sevirəm. Sağ olun. Onda ağlıma da gelmedi. 05'də çəkirdim. 05'də çəkəndə qaranlıq olurmuş. Köpek bu. Kardan adam yapıyoruz. Adam takladım. Bununla qardan adam da eləmək olmur. Olmur. Bu qar o qar deyil. Kum bu kum. Həqiqətən də qumdur. Çırp Əlbi. Ay sağ ol. Şu. Asla senin üstüne yapmıyorum ki. Güzel. Kur olmur yani. Olmuyor. Güzel hareket. Olmuyor. Biraz havalıydı. Slay. Cinayet işlemeye devam edeceğim. Aynen. Qar yoxdur yaşarlar. Qar yoxdur yani. Bu nədir bu? Bu heç nədir yani. Marx sözünün sorgu. Mənalı özlü sözlərdir. Mənalı özlü söz. Hə, şu. İşte arkadaşlar qəlb qırmaq bu qədər asandır. Slay Queen Nurcan. Bəli. Siz olun, qəlb qırmayın, düzdür? Kırabilir. Bizi çok kırdı. Ne alakası derdi? Doğru.